Allah Teala Quran-ı Kərimin Ən'am surəsinin 108-ci ayəsində buyurur: "Və la tasubbullezine yed'un min dunillah feyasubbullaha aduvvan bighayri ilmin." Peyğəmbər sallallahu buyurur ki, insanlara de ki, Allahdan başqalarının tapındıqları, yəni o vaxtı bildiyimiz kimi müşriklər bütə tapınırdı. Buyurur, Allahdan başqalarına tapınanları söyməyin. Məsələn, bəzən gördün təzə o dinə gəlib, İslam'a gəlib, başlayırdı onların Lat, Mənat, Uzza, Allah bildiklərini söyməyə. Allah Teala buyurur ki, Allahdan başqalarına tapınanları söyməyin. Feyasubbullaha aduvvan bighayri ilmin. Yoxsa onlar da Allaha qarşı hörmət və ehtiramları olmadığına görə bilməyərəkdən sizin Allahınızı da söyərlər.